Bakı metropolitenində problem yaranıb. Yeni Sabah məlumat verir ki, Yaşıl xəttin Həzi Aslanov stansiyasından Dərnəgül və İçəri şəhər stansiyaları istiqamətində hərəkət edən qatarlar gecikib. Bundan başqa, qatarlar stansiyalarda və tunellərdə məcburi şəkildə dayanır. Bu isə platformalarda sərnişin sıxlığına səbəb olur. Problemin səbəbi məlum deyil. Bakı metropoliteni məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Bakı metropolitenində sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə edilir. Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Bunu Yeni Sabaha açıqlamasında Bakı metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O deyib ki, nəticədə arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur, bu isə qırmızı və yaşıl xətlər üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər. Məmmədovun sözlərinə görə günün pik saatlarında sərnişin sıxlığını aradan qaldırmaq üçün belə tənzimləmələr edilir. Bakı metropolitenində hər gün qatarların Neftçilər stansiyasından geri qaytarılması baş tutur. Buraya Memar Əcəmi stansiyası da daxildir. Bunun məqsədi də sıxlığın aradan qaldırılmasına nəzarətdə saxlamaqdır. Həmin saatlarda Neftçilər metro stansiyasından Koroğluya, Memar Əcəmidən isə 20 yanvara boş qatarların hərəkəti tənzimlənir.